Azərbaycanın Türkmənistandakı səfirliyində Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək 107 il əvvəl 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edib. Qismət Gözəlov Azərbaycanın Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini qeyd edib. Azərbaycanla Türkmənistan arasında iki tərəfli münasibətlərə toxunan səfir, Azərbaycanın sülh və əməkdaşlıq siyasətinin qardaş ölkələrlə münasibətində də özünü göstərdiyini vurğulayaraq, ölkə rəhbərinin uzaqgörən siyasət sayəsində Azərbaycan və Türkmənistan münasibətlərinin strateji tərəfdaşlığa yüksəldiyini, hazırda əməkdaşlığın müxtəlif sahələrdə uğurla dərinləşdiyini bildirib. Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, birgə hökumətlərarası komissiyanın həmsədri Nökərqulu Ataquliyev çıxış edərək, Türkmənistan prezidenti Sərdar Berdimuhamedovun təbriklərini çatdırıb, Azərbaycana firavanlıq və uğurlar arzulayıb. Ziyafət Azərbaycanın xalq və bəstəkar musiqilərinin, xüsusilə Dahi Üzeyir Hacıbəylinin əsərlərinin səsləndiyi zəngin musiqi müşayiəti ilə davam edib. Tədbirdə Türkmənistanda akreditə olunmuş xarici diplomatik missiyanın rəhbərləri və əməkdaşları, media nümayəndələri, ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.